biz. Və Kürdəmirdə yeganə gümüş direktordur. Çünki Pəri xanım Kürdəmirdə ən yüksək rütbə axtaranda hansı rütbəni tapmışdı? Məncə baş direktor. Direktor. Bu regionda belə bir yüksək rütbəni ilk dəfə sizin rəhbəriniz açır. Bu sizin üçün düşünürəm ki, böyük bir qürur hissidir. 3 ildir yola çıxdığım çox güclü, iradəli. Mən sizin gürültülü alqışlarınızla bizim yeni gümüş direktorumuz Rəhimova Pəri xanımı təbrik edirəm və ona uğurlar arzulayıram. Sən bundan da gözəllərinə layiqsən Pəri. Sən təbrik edirəm, sən komandanı təbrik edirəm. Aynur xanımı, Türkan xanımı təbrik edirəm. Necə bir hissli gümüş direktor olmaq? Doğrudan da çox gözəl. Yaxınlaşdır onu təkcik. Həqiqətən də, yəni İnanmazdım ki, bir gün gəlib bu rütbələri açaram. Çünki mənim üçün əl çatmaz olub. Mən bunu birinci növbədə sənə borcluyam. Çox sağ ol, Pəri, çox sağ ol. Çox sağ ol ki, əlini buraxmadın. Hər zaman mənə dəstək. İstəkli, hədəfli insanı biz necə əlini buraxa bilərik? Adam çox istəyirdi. Hər zaman da, inanıram da. Bilirəm ki, bundan sonra da hər şey daha gözəl olacaq. Bilirsiniz ki, təsdiqlənmiş rütbələrə rəhbərliklə xüsusi görüş keçirilir. Gözəl bir məkanda səhər yeməyinə qonaq olurlar və burada Rəhimova Pəri və Elməddin adlı bir, belə hər ikisinin adları biznes səhər yeməyindən xüsusi olaraq yoldaşı ilə Antalya'ya pulsuz səyahət qazanıb və təbii ki, artıq bizim şirkətimizin yeni gümüş direktor olduğuna görə də bizdən də belə bir diplomla tərtib olunur bizim Pəri. Canım, böyük rütbələrdə görürəm ki, ay Allah, görürsən nə vaxtsa mən də qırmızı diplom alacağım. Buyur, Pəri, sən təbrik edirəm, buradan tut. Yüksək rütbələrə inciməyin, inşallah siz o yerlərdə olacaqsınız. Bizdən biri bizdə gəlib bu yüksək rütbələri açmamışıq, eləcə də Pəri. Ümumiyyətlə də yüksək liderlik qabiliyyəti tələb olunur. Və liderdə mən bir dənə buna qısa ad verirəm, yaxşının toplusu deməkdir. Bu günlər mən Pəri xanımda o qədər keyfiyyətlər saya bilərəm ki, siz düşünməyin ki, bu cür uğurlu olmaq və bu cür uğurlu yolu gəlmək elə sadə primitiv bir şeydir, elə deyil. Bugün bu rütbəni açmaq həqiqətən gözəl bir xarakter sərgiləmək istəyir. Mübariz olmaq, davamiyyətini qoruyub saxlamaq, psixoloji çox güclü olmaq, insanlara qarşı ədalət hissinin olması, onlarla çıxdığı yolda onların əlini buraxmamaq. Nə bilim, mən bir dəfə Pəridən yalan, nəyinsə biraz şişirdilməsini, düşdüyü anda belə sabah-sabah qrupunu motivasiyona salamlamır, özünü pis hiss etdiyi anda qrupun başında olmur, emosiyalarıyla, bu qız var ha, bu emosiyalarla qrup idarə eləmir, bu emosiyaları buraxsaq bir gün işləyib, bir gün işləməliyik. Bu ağılla, məntiqlə, disiplinlə komandanı idarə edir. Ona görə bilin ki, sizin yanınızda hər zaman sizi irəli aparan güclü bir rəhbər var. Öyrəndiyim hər bir şeyi sizdən öyrənib komandama qırmışam. Ona görə də bu günlər nə yaxşı ki, onu gözəl tətbiq eləyə bilirsən. Mən hər kəsə öyrədirəm, amma tətbiq eləyəni göstər, az olur onlar. Məktəb kimi təsəvvür edin bu işi. Əlaçılarımızın sayı 2 nəfəridir. Bu həmin məsələdir. Tortunu kəsirik, qızlar, Allah hər birinizə nəsib eləsin ki, neçə belə bax şirinliklər kəsək, sizlərin uğurunuz üçün bax bu rayona gələk. Nəinki rayona, düşünürəm ki, siz o qədər böyüyəcəksiniz ki, bütün regionlarda sizin komandalarınız olacaq. Yeni gümüş komanda, təbrik edirəm hər birinizi. Bir dənə alqışlar.